Biz artıq sizdən yeni bir bölməyə başlayırıq. Web proqramlaşdırma. Daha doğrusu, əvvəlki mövzuda baxmışdıq bir qədərinə. Sırf sizdən web proqramlaşdırmada istifadə olunan, web proqramlaşdırmada istifadə olunan HTML dilinə baxacağıq. HTML dilində taglər nədir, taglər necə yazılır, nə üçün istifadə olunur və müəyyən bir neçə tagə baxacaq. Onu deyim ki, bizdə HTML dilinin yaradıcısı Tim Berners-Lee'dir. HTML sözü Hypertext Markup Language, yəni ki, hipermətnlərin nişanlanma dili kimi tərcümə olunur. Bəzi yerlərdə sadəcə HTML nişanlanma dili və s. kimi görə bilərsiniz yazıldığını. Bizdə web səhifələri yazmaq üçündür. Daha əvvəlki mövzuda qeyd etdiyim kimi, bizdə web sənəd olduğu kimi yox, web sənədin obrazlı şəkildə oxunması şəklində təsvir olunur web browserda. Bu işləm bizdə məşğul olan proqramlar web browser. Yəni web browser HTML-də yazılmış web sənədi oxuyur və olduğu kimi yox, onun təsvirini bizə göstərir. Təsvirində də yəni ki, bizdə fonun rəngi necə olacaq, şriftin rəngi necə olacaq, harada şəkil olacaq, harada link olacaq və s. hissə və yaxud da harada hansı hissələr olacaq kimi məlumatlar yerləşir. Biz burada şəkildə bir nümunə görürük, bir kod görürük. Yer gəlmişkən bu kodlar yazılır. Bizdə hər bir HTML sənədinin baş hissəsində ola biləcək kodlardır. Bu sənəd boş sənəd sayılır. Yəni bu sənədin əsas hissəsi. Burada indi taglərə keçərik. Body tagində yazı yoxdur. Sadəcə yuxarı hissəsidir. Bu sənədi biz əgər web browserda açarıqsa boş görsənəcək. Deməli, taglər bizdə açan künc mötərizə, yəni ki, bu işarə ilə açan künc mötərizə ilə açılır və bağlayan künc mötərizə ilə də bağlanır. Qısa bir tag görsən, sadə bir tag yazılışı olsun head tagi. Gördüyümüz kimi bizdə açan künc mötərizə ilə açıldı, bağlayan künc mötərizə ilə bağlandı. Bu açan, bağlayan sizi çaşdırmasın, çünki bu şəkildə yazılmış tag bizdə açan tagdir. Yəni ki, hər hansı bir hissənin başlanğıcını göstərir. Həmin hissənin sona çatdığını göstərən tagə də bağlayan tag deyilir. Eyni qaydada yazılır. Məsəl üçün, head tagini bağlayan tagi budur. Sadəcə qarşısına bir dənə slash qoyulur. Aydındır? Yəni, slash varsa bizdə bağlayan tagdir. Slash yoxdursa bizdə açan tagdir. Aydındır bu? Deməli, bizdə taglərin köməyindən mətni müxtəlif cür yazmaq, bayaqları demişdim, yenə təkrar edirəm, və yaxud da sənədin hansısa bir, yəni web sənədin, daha doğrusu web sənədin əsasında oxunacaq web səhifənin görünüşünü dəyişdirmək mümkündür. Bizdə bütün HTML sənədlər doctype HTML ilə başlamalıdır. Yer gəlmişlər, bu da künc mötərizələrdən yazıldığına baxmayaraq tag deyil. Sadəcə bunun HTML5 versiyasında, HTML5 tipində olduğunu göstərir. Əvvəlki tiplərdə daha uzun yazılır. Məsələn, HTML 4.0.1 tagində versiyasında bu gördüyümüz uzun, bax buradan bura qədər tutur. Bu şəkildə yazılırdı. Aydındırmı? Baxaq, bizdə əlavə olaraq onu qeyd etmək istəyərdim ki, web səhifələr, daha doğrusu web sənədlər, HTML dilində yazılmış web sənədlər iki hissəyə bölünür. Head və body hissəsinə. Yəni ki, başlıq və gövdə hissəsinə bölünür. Hər hissənin özündə də istifadə olunan uyğun taglər var. Nümunəyə baxırıq. Bizdə head taginin içində title tagi işlənir. Title taginin içərisinə yazdığımız məlumat, title taginin içində yazdığımız məlumat bizdə səhifənin adını göstərir. Misal üçün, burada URL ünvana baxsaq, görərək ki, sonda bizim sənədin adı nədir? Change HTML, düzdürmü? Və ikinci nümunədə bizdə title tagi işlənməyib. Ona görə də sənədin, səhifənin adı kimi bizdə sənədin adını göstərir. Yəni, Change HTML göstərir. Lakin birinci tagdə bizdə, birinci səhifədə tag olaraq title tagi verilir. Title tagində də bizdə Computer Science sözü işlənməyinə görə səhifə adı olaraq bizdə nə göstərir? Computer Science. Məsəl üçün,
saytlara girəndə fikir verirsiniz də, yəqin ki, yuxarı hissədə, adlıq hissədə, başlıq hissədə saytın adı yazır, düzdür? Çünki hər birində head taginin içindəki title tagində bizdə saytın adı yazıldığı üçün bizdə başlıqda saytın adı görsənir. Sonra bunu dedik. Əgər biz HTML web proqramlaşdırma dilini daha əvvəlcə öyrəndiyimiz Python proqramlaşdırma dilinə müqayisə etsək, bizdə qaydalar çox yumşaqdır. Pythonda daha sərtdir. Bunun nəyə nəzərdə tuturam? Məsəl üçün, Pythondan fərqli olaraq HTML-də bütün kodları bir sətirdə yazmaq olar. Amma bunu normalda etmirik, çünki sonradan bir uzun sətr oxumaqdansa ardıcıl yazılmış, səlqəli şəkildə yazılmış kodları oxuyanda daha aydın başa düşə bilərik. Və ondan əlavə taglərdə böyük hərf, kiçik hərf fərqi yoxdur. Yəni sən eyni qaydada böyük hərfdən də yaza bilərsən, kiçik hərfdən də yaza bilərsən. Sadəcə dediyim kimi səlqəyə önəm vermək lazımdır ki, kənardan baxar üçün də gözə xoş olsun. Bir neçə tag nümunəsinə baxaq. Misal üçün biz götürək başlıq tagi. Yazını yazarkən mətnin içində başlıq, heading sözün qısaldılışı olan H. Bunun da səviyyələri var. Ən yuxarı səviyyə bizdə birinci səviyyədir. Burada taglər verilir. Məsələn, H1, H1, informatika, H2, informatika və s. Nəticəsi olaraq biz vizual olaraq sadəcə ölçüdə fərq görə bilərik. Amma burada şərt ölçünü dəyişdirmək deyil. Mətn başlıqları, Word-də də keçmişdik biz başlıqlar. Həmin başlıqları təyin etmək üçündür. H1, yəni H1 səviyyəsi bizdə ən iri, vizual olaraq ən iri görsənən yazıdır. Amma yenə deyirəm, burada əsas məsələ yazını böyük yazmaq deyil, başlıq olmasıdır. Ümumilikdə 6 səviyyə var. Burada sırana qədər 5-ini göstərmişik. Yazılış qaydasına fikir verin. H1 tagi açılır, informatika, sonra H1 tagi bağlanır. Aydınmı? Tagləri bağlamasaq, bizdə sənətdə problemlər yaranacaq. Bu bir. İkinci, yadda saxlayın. Taglər açıldığının əksi ardıcılıqla da bağlanır. Aydındır? Bir neçə taga baxaq. Bizdə HR var. HR tagi bizdə tək işlənən tagidir. Digər taglərdən fərqli olaraq fikir verin, bağlayan tagi yoxdur. HR tagi üfüqi xətt çəkir. Səhifəni başdan başa bölən üfüqi xətt çəkir. P tagi bizdə abzaslar təyin edir. Sən yazı yazırsan, yazıda biz bilirik ki, mətndə abzaslar var, düzdür? Hər abzası ayrıca P taginin içində yazırsan. Sonra B tagidir, strong tagidir. Bunlar bizdə qalın yazmaq üçündür. B, Word-da keçmişdik, bold. Boldun baş hərfidir. Sonra I və yaxud da M tagi. Bunları mütləq yadda saxlayın, testlərdə düşür. I və M tagi. Bunlar bizdə italik, yəni ki, kursiv yazı üçündür. U tagi də underline, altından xətt çəkilmiş yazı üçündür. Bunları biz fərqli formada da yaza bilərik. Yəni ki, hansı söz bizdə bu tagin içində yerləşirsə, bu tag sırf həmin sözə aiddir. Məsəl üçün, götürək, bizdə ümumi abzas olaraq P tagin içində yazılır. Qarabağ Azərbaycandır sözüdür. Qarabağ tagi B taginin içində yazılır. Qarabağ sözü B taginin içində yazılır. Düzdürmü? Ona görə nümunəyə baxsaq, bizdə Qarabağ sözü qalın, yəni bold şriftlə yazılıbdır. Eləcə nə digərlərinə? Məsəl üçün, I tagində Qarabağ sözü kursiv yazı ilə yazılmış olur.